Beyin şişləri beyin toxumasından və beyin ətrafında olan zarlardan inkişaf edən şişlərdir ki, bunlar özləri də xoşxassəli və bədxassəli olmaqla ikiyə ayrılırlar. Xoşxassəli şişlər daha yavaş böyüyən, yavaş inkişaf edən, ətraf toxumalara çox sirayət etməyən, sadəcə mexaniki olaraq beyni sıxan şişlərdir. Amma bədxassəli şişlər isə beyin toxumasından, özəlliklə beynin öz hüceyrələrində inkişaf edən və beynin daxilinə nüfuz edən və sürətlə böyüyən və ətraf toxumalara daha çox zərər verən şişlərdir. Bu şişlər inkişaf etdikcə, yəni ətraf toxumalara sıxdıqca müəyyən simptomlara səbəb ola bilirlər. Bu simptomlardan da ən sıx gördüyümüz simptom baş ağrısıdır və bu baş ağrısının beyin şişlərinə məxsus, daha doğrusu beyin şişlərinə bağlı əmələ gələn baş ağrıların spesifik xüsusiyyətləri var. Nədir bunlar? Baş ağrıları özəlliklə təzə başlayan baş ağrısı olmalıdır. Yəni, xroniki uzun müddət duran baş ağrılarından adətən qorxmuruq. Bizi daha çox narahat edən yeni əmələ gələn baş ağrısı və özəlliklə səhər tezdən durarkən ağrının daha çox olması və uzun müddət davam eləməsi və ağrıkəsicilərin aldıqdan sonra, yəni ağrı keçdikdən sonra, ağrıkəsicinin təsiri keçdikdən sonra təzədən əmələ gəlirsə, bu baş ağrısından biraz şübhələnmək, qorxmaq lazımdır. Yəni, beyin şişlərinə bağlı olan bir baş ağrısı olduğunu düşündürə bilər.